Allah bizden bir şey soruşur. Ne soruşur? Allah Teala bizden soruşur ki, haqsızlığı gördün, ne iş gördün? Sustun, yoksa danışdın? Qorxdun, yoksa cəsarətli oldun? Yazdın, yoksa pozdun? Danışdın, yoksa lal oldun? Bəzən biz bu media bazarında qorxuruq. Yazı yazmağa qorxuruq, film paylaşmağa qorxuruq, danışmağa qorxuruq. Niyə? 10 nəfər altında yaman komentariya yazarsan. Yazsın. Yağışın altında qalan sudan qorxarmı? Sən getdiyin yol bəllidir, şəffafdır. Haqqı deyirsən, haqqı danışırsan. 10 dənə yuxarı aşağı qoyum, belə yazmayın, burasını bu cür düzəldim, kəlmənin birdən bundan mənə. Nəyini düzəldirsən? Zülm göz qabağındadır. İndi hərə öz qavınla, öz eynəyinlə baxır.